Buyur bəy. Aşıq, Şəkər bəy bunun beşiyinin başında sənə nə çaldırardı? Yanıq Kərəm bəy. Çal Aşıq. Ağa bəy havasıdır. Çal. Hamımızın sevə-sevə izlədiyi 7 oğul istərəm filminin pərdə arxası sirlərini öyrənməyə hazırsınızmı? Bəs heç düşünmüsünüzmü? Gəray bəy əslində kim idi? Filmdə gördüyümüz kimi qəddar, amansız bir mənfi obraz, yoxsa öz prinsipləri, namusu və azadlığı uğrunda yeni quruluşa qarşı çıxmış bir qaçaq? Onun ən yaxın dostu, Qazaxın məşhur Şəkər bəyinin yeganə oğlu Cəlalı öldürməsinin gerçək səbəbi nə idi? Bu doğrudanmı şəxsi ədavət idi, yoxsa dövrün siyasi burulğanında verilmiş ağır və qaçılmaz bir qərar? Bu videoda təkcə film haqqında danışmayacağıq. Sovet senzurasının dəyişdirmək istədiyi səhnələrdən, ixtisar olunan kadrlardan və ideoloji səbəblərlə yumşaldılan məqamlardan başlayaraq, hadisələrin əsaslandığı real tarixə, o dövrdə Qazax bölgəsində baş verən qarşıdurmalara və hadisələrin cərəyan etdiyi Peykanlı kəndinin sakinlərinin xatirələrinə qədər bütün detalların üzərinə işıq salacağıq. Film bizə bir həqiqəti göstərdi. Bəs tarix bizə nə deyir? Qazaxın igid bəylərinin gerçək taleyi necə olub? Ekranda gördüyümüz obrazlarla real həyatdakı insanlar arasında hansı fərqlər var? Və ən önəmlisi, bu əfsanəvi ekran əsəri bizə nəyi gizlətdi? İndi isə gəlin zamanın tozlu səhifələrini birlikdə vərəqləyək. Əfsanəyə çevrilmiş bu filmin arxasındakı gerçək hekayəyə səyahət edək. Videoya keçməzdən əvvəl kanala abunə olun, videonu bəyənin və fikirlərinizi şərhlərdə yazın. Qarşıda sizi çox maraqlı faktlar gözləyir. Çünki gicgah elə şeydir ki, qadası, ona ki bir güllə dəydi ha. Dünyanın bütün huri qılmanı mələşə-mələşə tökülüb gəlsə də heç nə eləyə bilməzlər. Başa düşdün? Mənədir. Ay sağ ol. Hamımızın tanıdığı və sevdiyi 7 oğul istərəm filmi rəsmi olaraq Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 50 illiyinə həsr olunmuşdu. Lakin maraqlıdır ki, hadisələrin cərəyan etdiyi Peykanlı kəndinin sakinləri gerçək tarixdə bolşeviklərə heç də filmdə göstərildiyi kimi dəstək verməmiş, əksinə onlara qarşı çıxmışdılar. Film Səməd Vurğunun Komsomol poemasının motivləri əsasında çəkilsə də, ssenarinin müəllifi şairin oğlu Yusif Səmədoğlu idi. Məhz o, Gəray bəy obrazını poemadan fərqli olaraq daha sərt və daha mənfi çalarda təqdim etmişdi. Halbuki tarixi faktlara baxdıqda, Gəray bəy sıradan bir quldur deyildi. O, yeni quruluşun düşməni sayıldığı üçün qaçaq düşmüşdü. Hətta Səməd Vurğun özü də onun haqqında quldur yox, düşmən və qaçaq ifadələrini işlətmişdi. Gəray bəy, Cahandar ağa və Kərbalayı İsmail kimi bəylər üçün var dövlətin əlindən alınması sadəcə maddi itki deyildi. Bu, onların kişiliyinə, ləyaqətinə və azadlığına toxunmaq demək idi. Onlar öz sərbəstliklərini itirmək istəmirdilər. İstila xarakterli, başqasının malını müsadirə etməyi qanuniləşdirən yeni sistemi qəbul etmirdilər. Onlar öz mərdlik, düzlük və qonaqpərvərlik qanunları ilə yaşayırdılar. Hoş gördük ağa axund. Deyirəm yəni salam əleykum ağa axund. Estağfirullah, tövbə yarabbim, xəta. Ha, nədir? Forsuna sıxışdırıb bizi ilə kəlmə kəsmək istəmirsən? Bizdə fors olmaz oğlan, biz Allah nökəriyik. Gecəmiz də, gündüzümüz də o gözə görünməzlə ixtilafda keçir. Qəbristana niyə gəlməmişdin? Deyirsən Allah nökəriyəm, bəs Allah nökəri öz bəndəsinin pis gününə təşrif gətirməz? Bəndəsinin hə, amma Allahsızın yox. Toşa, Allahsızın axırı elə olar. Kimdir Allahsız? Filmdə ən dramatik məqamlardan biri Gəray bəyin ən yaxın dostu Şəkər bəyin oğlu Cəlalı öldürməsidir. Bəs Şəkər bəy kim idi? Şəkər bəy Qazax mahalının ən nüfuzlu və cəsur şəxslərindən biri olub, onun evi qala adlandırılırdı. Çünki o və qardaşları erməni silahlı dəstələrinə qarşı ciddi müqavimət göstərmişdilər. Bir neçə erməni mənbəsində onun adı ən qatı düşmən kimi çəkilir.
1905-ci ildən başlayaraq erməni silahlı dəstələrinin dinc Azərbaycanlılara qarşı törətdiyi hücumlara cavab olaraq Şəkər bəy daha sərt tədbirlər görürdü. Onun qorxusundan erməni dəstələri Qazax bölgəsində rahat hərəkət edə bilmirdi. O, eyni zamanda Qarabağ bəylərinə də dəstək verir, Gürcüstandan silah alaraq müqavimət göstərən dəstələrə göndərirdi. Nüfuzu o qədər böyük idi ki, Tiflisdəki qubernatorun yerli polis sisteminə onun olduğu əraziyə qarışmamaq barədə göstəriş verdiyi deyilir. Şəkər bəy öldürüləndə oğlu Cəlal cəmi 15 yaşında idi. Bəs Gəray bəy niyə belə bir insanın oğlunu öldürürdü? Əslində onun Cəlalı öldürmək niyyəti yox idi. Filmdə Gizirlə dialoqunda da bu açıq hiss olunur. Bir də ki, Cəlal. Dələt olsun. Haram olsun ona Şəkər bəyin çörəyi. Məndən olsaydı birinci eli onu aradan götürərdim. Tələsmə Gizir, tələsmə. Lakin o, ən yaxın dostunun yeganə oğlunun atasının yolundan dönməsini, bəy nəslinə yox, komsomolçu Bəxtiyara sədaqət göstərməsini bağışlaya bilmədi. Onun düşüncəsinə görə, bəy oğlu bəy kimi yaşamalı və bəy kimi ölməli idi. Rejissor Tofiq Tağızadənin Cəlalın ölüm səhnəsini çal aşıq çal, ağabər havası sədaları altında təqdim etməsi də təsadüf deyil. Faktiki olaraq komsomolçu olsa da, Cəlal ruhən və qan yaddaşı etibarıyla bir bəyzadə kimi ölür. Bu, filmin dərin qatında gizlənmiş simvolik mesajdır. Çəkilişlər bitdikdən sonra Moskvada ciddi müzakirələr başlayır. Sovet kino dairələri rejissoru ittiham edərək bəzi epizodların The Magnificent Seven filminə bənzədiyini deyirdilər. Tofiq Tağızadənin cavabı isə qısa və qəti olur. Azərbaycan bəyləri Cıdır düzündə at çapanda hələm Amerikalılar yox idi. Filmin təqdimatı zamanı isə daha ciddi etiraz səslənir. Sovet kino rəhbərliyi son səhnənin dəyişdirilməsini tələb edir. Güya Cəlal Gəray bəyi öldürməli idi. Lakin rejissor razılaşmır və bildirir ki, bizim bəylərimiz bəy olublar, heç vaxt gədə-güdənin əlində ölməyiblər. Gördüyünüz kimi 7 oğul istərəm sadəcə Sovet təbliğatı ruhunda çəkilmiş bir film deyil. Bu ekran əsəri eyni zamanda öz dəyərlərini, namusunu və azadlığını hər şeydən üstün tutan bir nəslin hekayəsidir. Rejissorun senzura qarşısında göstərdiyi mövqe isə filmin dəyərini daha da artırır. Bu cür tarixi həqiqətlərin davamını istəyirsinizsə, şərhlərdə fikirlərinizi yazın. Sizcə filmin ən təsirli səhnəsi hansıdır? Kanala abunə olun. Növbəti videolarda görüşənədək. Yadındadır? Cəlal, Şəkər bəyin oğlu, at belində, qolunda qızıl qoç, şikara çıxardı. Şəkər bəylə Gəray bəy də bir-birlərinə baxıb qürrələnərdilər.